Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilir. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Sonra Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Jorgensen çıxış edib. Toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edirlər. Açılış sessiyasından sonra toplantı nazirlər sessiyası, Cənub Qaz Dəhlizi sessiyası, Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi və yaşıl enerji layihələri üzrə plenar sessiyalarla davam edir. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı yaşıl bağlantı üzrə investisiya dəyirmi masası keçiriləcək. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olunacaq. Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir.